heç kəs onun arxasını görməyən, düşmənin qabağından qaçmayan bir şəxsin uşaq kimi ağlamağın gözün qabağına gətir. Kimin qabağında? Xanım Zəhranın qabağındakı yalvarırdı. Fatimə, mənim bir dənə bu dostum var idi. Dərdimi onunla bölüşürdüm. Onunla dərdi dil edirdim. O da sən Atun idi. Sən bilirsən Fatimə, mən Atu əldən verəndən sonra mənim dərdim, həm nəfəsim, dilbərim sən idin. Sən də yavaş-yavaş məni qoyub gedirsən Fatimə. Bundan sonra mən kimdən dərdi dil eləyəcəm? Mən başlayıram məclisimə, xahiş edirəm, əldə ayaqda o yan bir yana getməkliyin də Kərbəla dayandıraq, çaydı, dayandıraq da. Bundan sonra nə bir dənə çay verginən, nə heçsə, qonaq da gəlsə gəlib əyləşsin inşallah. Bir dənə qəşəng salavat deyirlər. Ey köməyim Fatiməm, sinə yara, qol yara, sən məni tənha qoyub, söylə gedirsən haram, sən şərəfi hursən, gözlərimin nursən, mədrəki haqqım para, söylə gedirsən hara, əzbərlə deməyən qalmasın, Əlinin səsinə səs ver. Ey mənim həmdəmim, səbr elə, dildə çoxdur qəmim, səbr elə. Deyə bilsən, deyirəm. Ey mənim həmdəmim, səbr elə. Niyə hamı demir? Ey mənim həmdəmim, dildə çoxdur qəmim, dildə çoxdur qəmim. Mən ölüm, an verirəm səni Əlinin tək qalan canına da. Bu atdan o yana bir şey bilseydim onu deyərdim. Utanma bu gecə, səsündən ehtiyat eləməm. Sən yorğun olsun da mən səndən də yorğunam. Allah da bilir məclisdən çıxıb gəlmişəm. Amma səsimə səs ver, da mənim də yorğunluğum geçsin. Ey mənim həmdəmim, səbrinə. Bir də ey mənim həmdəmim, Əli diyabi, dildə çoxdur qəmim, dildə çoxdur qəmim, səbrinə. Ona bax, dedi Fatimə, şaş anasızlıq sözü, evdə fələk salmasın, oğlan uşağı dözər, qız anasız qalmasın. Aç gözün ey məhcəbin, fikrinə qal Zeynəbin. Fatimə zülfünü həm yudlara, söylə gedirsən hara. Ey mənim həmdəmim, bir də başıma dönüm. Ey mənim dildə çoxdur, dildə çoxdur qəmim. Yorulmasın birində oxuyun, Zəhra heydəysən qoymayın.
Sinə balam dağlasın. Özü derdi Ali, məndən sonra qoyma balalarım çox ağlasın. Ali də bunu deyir Fatimə, özün mənə deyirdin, hey deysən qoymayın. Sinə balam dağlasın, aləm əgər ağlasan, qoyma Hüseyin ağlasın. Neyniyim? Dur necə gör əşkini, gül üzünə bağlayır. Vay ana vay səsliyir, Nuhə deyir ağlayır. Ey mənim həmdəmin. Bəh, 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 bir də ey mənim həmdəmin. Dildə çoxdur, dildə çoxdur qəmin. Mənə baxma, sal başımı yaşağam. Bu gecə buranı döndərək Beytül Əhsanam. Bu evi döndərək bir qapısı yanan evə. O 4 tane yetim balanın naləsi yerişə ucalan evə. O gün oldu, vefat etti o namusi əzel. Ağlayan gözlerine qalib olub xabi əcəl. Mürtəza qıldı vəsiyyətlərinə bir əməl. Neyləmişdi, nə demişdi, bir vəsiyyətlərinə əməl elədi. Keçdim mən rozadan, nə vəsiyyətindən oxuyacam, nə quslündən oxuyacam. Fəqət Ali və Fatimə bu gecə ba həm ağlayaq. Bir vəsiyyətlərinə əməl elədi. Qoydu tabutə bətulin bədənin şah-ı vilayəm. Verdi dəstur o gənci Ələvi dəfn oluna. Ya Allah, ya Əbu Əbdillah, sən də kömək elə, sənin də adını gətirəcəm. Burada nə qədər sənin adına aşıq olan var. Kaş burada anası ölen olmasın. Kaş burada anasını elden veren olmasın. Niye deyirəm bunu? Anası ölen Fatimiyə bizdən yaxşı ağlayar ha. İmam Hüseynə bizdən yaxşı ağlayar. Çünki o bilir də anasızlıq nə olan şeydir. Mən hər yerdə demişəm, burada da deyirəm, Allah görsənməsin. Adamın anası elden gedə xəbər verələr, filanı anan dünyadan getdi. Nə vaxt bilərsən, dəqiq bilərsən ki, da anam yoxdur. Məsələn, deyərlər, cənazəsi xəstəxanadadır, narahat olmaz, güdər, gözləyər anasını. Ondaki cənazə evə daxil olanda gidər, yürərsən, dolanar pərvanə kimi başına. Biraz da gözləyər, səbirliyorlar, quslu verərlər, kəbən eləyərlər. Niyə deyirəm bunları? Kəlləm ürəyin istəyən yerə. Fatimənin peykərinə Əli quslu verdi. Həsən Hüseyin su gətirir, Zeynəb də evdədir. Hacı Seyd ağa hələ xanım Zeynəbə təsir qoymayıb elə də. Amma nə var? Ondaki verdi destur o genci Ələvi dəfn oluna. Fatiməli peşərin qoydular tabuta.
Getirdiler koydular evin beraberinde. İşim yok rozam budur, nezürle vida elediler, bundan da işim yok. Ama Zeynep harda üreylendi, onu deme istirem sana. Balalar neniden nezür vida eledi, sözüm yok. Biri yüzünden öpür, biri gözünden öpür, biri ayaklarından öpür. Hele bilirler nenelerinin cenazesi evdedir. Ondan gördüler eli yavaşları dedi, götürün tabutu gider. Zeynep ellerim bağladı kapıya, baba koyma nenem gider. Baktı Zeynep ana tabutu gider, düştü yola. Ben ölüm gözümün kabağına getirmezim, bilmeyeceksen ben ne diyeyim. Allah görzenmesin ananın tabutu evden hariç olanda bir gözüne bakarsan diyersen ben bundan bile bile gelmeyecek. Zeynep tabuta verdiler hareket, Zeynep ağladı. Baktı tabutun dalıyla dedi ana kara günler kızımın sen dedi dinceldin ana. El koynunda koymsan bizi hoş ettin ana. Aynen. Ses veren ya Hüseyin. Ayaman, ayaman, ayaman. Ay gayrettiler. Burada ben bir söz diyeceğim. Yeminle billem dokunacak seni ama vallahi da bilemem. Ölüsüyüleri koymarım tabuttan yapacağım. Dostlar kardeşler gelenler tabuttan yapacaklar. Hamı diğer gün ben de yapacağım. Nice kadar tabuta çömeğini. Zeynep gördü Allah nenenin tabutundan yapışmaya adam yok dedi nene. Gözümün kasesi vardır yeri eşiyle dolar. Ne bacım vardı sana gare bu matemde başım ne diyeceğim. Dedi nene nene ana gözümün kasesi vardır yeri eşiyle taşap. Ne bacım vardı sana gare bu matemde başım. Kardeşim vardı ne kardeş, kardeşim vardı ne tabut ve elle yapacağım. Uca diye ya Hüseyin. Ayaman, ayaman. Kardeşim vardı ne tabut ve bari yapacağım. Zeynep ile yana yana ağladı. Bunu cere bile diyem. Görürsen yakinen billen burada eyleşenlerin ekseriyeti definde iştirak edibler. Tabut öz-özüne gitmez ki. Gider tabut öz-özüne, yok. Gerek elva parasını alttan yapışasan, ondan sonra ayaklar ve hareket veresen, tabut da hareket ile gider. Genziniye Mola gece yağı tapardı. Ama Ali'nin evinde o gece əksib ya. Genziniye Mola gece yağı tapardı. Getmirdi ya, onu tabut tapardı. Gördüler girip tabutun altına. Ayaklar da getmir, sürünür tabutun altında. Ya Allah, ya Allah, gəlleme o istediğin Roziye. Bu gece ben senden bir göz yaşarmak istəyirəm. Aziz kardeşimin atasının da ruhu şad olsun, onun da ruhunun payı olsun burada. Kardeşimin de azatlığı burada inşallah berqarar olsun. Hanım Zehra'nın eliyle. Mahesel 7 nefer, mene bak utandım Rozemi. Ben ölüm 2 dakika 3 dakika rozu okuyacağım sana. İşim yok, Seydaka ay Fatime'nin balaları. Nenüz'ün yazını nice günlerde her yerden Nenüz'den okunur. İşim yok, ne tür ne tabut kabristan-ı bakiye gitti, ondan da işim yok okumaram. Bilmirəm 5 nefer, 6 nefer, 7 nefer, onu
derler ama parmak hesabı neferle Fatime'nin tabutu geldi tatlı kabristanı Bekiyem. Ali durdu ayağa baktı, üzüm dolandırdı bazen Selman dostlara. Dur neye gidin? Selman dedi ya emir müminin bir ebi ence ve ummi açamadan sana kurban güzelin alem seni buradan teşmuyen nezirine gidin. Bakın bak. Dedi ah siz gidin çöllerde sergerdan benim. Siz gidin çöllerde sergerdan benim. Siz gidin didar kabristan benim. Siz gidin rahat evimiz var evi biran benim. Durun gidin evimizde. Eli başıma dolandı geldi taşkalan canıma nenem kurban ya emir müminin. Selman diyor. Dedi imamın sözü yere düşmez dur neye? Dur neye gedək? Dur neye gedək? Hamısı dur neye gedəndə. Amma deyirlər arxadan belə baxdı, bir dəfə baxdı da Allah heç bir üzü mənim gülmə qoymasın. Təhvil aldım ava. Sizin məhəbbətsə mən bu cavan ömrüm qurban olsun. Bak bundan sonra mən ürəyimə ot vuracam, yandıracam. Bağışlayasan, bax. Bax, fikri məndə olsun, həvasım cəm olsun mənə. Qurban olaram sizin ayaqlarınızın tozuna. Get gəl biraz yığışdıra. İstəyirəm burada neçə dəqiqə bir xas rozu oxuyayım sənə. Hamı getdi. Kim qaldı? Fəqət Əli qaldı, yaralı Dildar qaldı. Bir də qəbristanı Bəqi qaldı. Ne oldu? Bunu belə oxuyacam ha. Gəh baxıb qəbrə Peyyəmbər qızının peykərinə, gəh dönüb saldı nəzər Fatimənin peykərinə. Bax, gəh baxıb qəbrə Peyyəmbər qızının bəstərinə, gəh durub saldı nəzər Fatimənin peykərinə. Dilə gəldi, dedi dərdi dilini dilbərinə. Belə baxdı Fatimənin cənazəsinə, dedi Zəhra, Mürtəza Fatimə verməzdi bu afaqa səni. İndi versin necə axər qara torpaqa səni. Belə bildim təhvil ya yox, bir də deyim bunu sənə. İkisi ya, fəqət 2 nəfər. Dedi Zəhra, Mürtəza verməz idi. Mürtəza Fatimə verməzdi bu afaqa səni. İndi versin necə axər qara torpaqa səni. Fatimə avara qalmışam ha. Avara qalmışam. Qutardım rozamı bax. Dedi Zəhra, sən bilirdin ki mənim ömrdə yorğun nəfəsəm. Zəhra, sən bilirdin ki məni ömrdə yorğun nəfəsəm. Sən bilirdin ki məni zindəgiyə bir həvəsəm. Sən bilirdin ki məni dəhridə bir dadirəsəm. Zəhra, bilə ki mənim adamım yox idi, niyə məni tək qoydun? Əlvi Heydər əlindən niyə üzdün bu gecə? Əlvi Heydər əlindən niyə üzdün bu gecə? Bəxtimin ulduzu Zəhra, hara süzdün bu gecə? Hara getdin? Səs verən ya Hüseyin.
surətimi, türbətimi ağlayıram, ay Zəhra. Ses verən ya Hüseyin, hayvan, koymuşam surətimi, türbətimi ağlayıram, ne oldu? Sızıltılar var, nalalar var, kurban olun. Ne oldu? Ben de böylerden eşitmişem, səhvim olsa buyurarlar diyenler. Deyirlər 2 nəfər var idi. 2 nəfər əymi əthardan, məsumlardan 2 nəfər ömründə 2 rəkət səbr namazı qıldı. Onun biri Salar şehidan erbab ekbi kemen Eba Abdillah idi Aşura'nın günü Kerbela'da. Ne oldu? Oğlu ölen bir dede, kardeşi ölen bir dede. Ali Asgari kucağında uğladılar. Xəncərinin ucuyla balaca balıya bir qəbri qazdı. İstedi balanı qəbrə qoya bilmədi. Çəkildi kənara 2 rəkət səbri namazı qıldı. Elə bir Əbu Abdullah idi. Balanı qəbrə qoya bilmirdi. Yalvardı Allah'a ki Allah bana bir kömək ilə səbir vericilə balamı qəbrə qoyun. Biri Əbu Abdullah idi, biri də Əmirəl-Mömin idi. Fatiməni qəbrə qoyanda nə qədər istedi qoya bilmədi. Çəkildi kənara 2 rəkət namaz qıldı. Dedi Xudaya kömək ol mənə Fatiməni babasına təhvil verə bilir. Yaxşı olar ki bir nəfəri qəbrə qoyandan sonra tez getməyəsən evə. Müstəhəbdir də bizim dinimizdə də Hacı Seyd ağa əyləşəsən. Əli Fatimənin qəbrində əyləşdi. Özü ilə danışır ha. Əzizlər, mənə baxırsan, fikrim məndə olsun, tamamı vücudum məndə olsun, hissiyyatım. Bax, sənə an verirəm İmam Hüseyin ağanın haqqında, bir monitorunda, beynun monitorunda bir alda bir dənə canlandır, bir dənə Əmirəl-Möminini qəbr üstündə əyləşib. Dedi Fatimə, and olsun balaların canına, balaların olmasa evə də getmərəm, burada qalarım. Mənim evim yoxdur ki Fatimə, da hər nəyim sən edin, getsəm də evə balalarıma xatir gedərəm, öz-özünə danışır, ağlayır, danışır. O danışdığı sözlərdən biri də bu idi, dedi Zəhra, belə fikir etməyəsən dərdimi ağasan sanıram, ateş-i zülmüdə yanmış qapı tək otlanıram. Öz-özünə danışır, öz-özünə dizlərin qucaqlayır. Fatimə, əmoğlun ama, elə bilərsən sənin müsibət və səbr eləməmənə asaqdır, balam canı yox. Belə fikir etməyəsən dərdimi ağasan sanıram, ateş-i zülmüdə yanmış qapı tək otlanıram, qapı bir gündə yanır, mən belə hər gün yanıram. Zəhra qapı yandı, otardı, amma mənim ateşim sönmürür Fatimə. Bunları dedi. Deyirlər Əmirəl-Möminin əyləşdi Fatimənin qəbrində. Bilmirəm, Seyd ağa, alimlər. Fatimə vəsiyyətlərindən biri də bu idi. Məni bədbəxt neyləyəcəksən? Ay kül başda özümə deyirəm. Fatimə də deyərdi, məni dəfn eləyəndən sonra qəbrimi tez tərk eləmə. Qəbrin əvvəlki nəsimdən çox qorxuram. Bunu bir məsumə deyə, kül olsun sənin, aləmin külü olsun başıma, sən nə hazırlamısan özün üçündir. Dedi Əli, nə vaxtda məni tək qoyub gedirsən, kömək ol girən yanımda qalacaq. Əli deyər gecənin aləmi əyləndi Fatimənin qəbrində, imamdır, yerin altın yerin üstündən yaxşı bilir. Göyün yolları, küfənin yollarından gözəl bilir, şəkiləmə qurban olum və bu Əmirəl-Möminirdir. Hər nəyi bilər, hər nəyi eşidər, deyər əyləşdi Fatimənin qəbrində. Fatimənin qəbrinin əvvəl gecəsidir. Gördüm Xudaya, Allah'ın mə'mur mələistir Fatimədən sual eləyəm. Əlidir, mən də işidirəm.
Gördüm geldi Fatime'ye sual verdi. Fatime men Rabbuk, Rabbin kimdi? Ali diye gördüm Fatime iftihar ile cevap verdi. Allahu Celle Celaluhu Rabbim. Şehadet getirirem, etim kanım şehadet getirir Allah'ın medaniyetine. Ya Allah, Fatime men nebiyyuk, peygamberin kimdi? Gördüm ile yüreklendi, cevap verdi. Atamdı benim peygamberim. Gördüm ile sevile sevile dedim. Babamdı benim peygamberim. Atamdı benim peygamberim. Ali diğerine sual verdi, cevap verdi. Fatime men imamuk, rehberin kimdi, imamın kimdi? Gördüm cevap gelmedi. Bir de sual olundu, Fatime imamın kimdi? Ali diye gördüm cevap gelmedi. Bir de sual olundu, gördüm cevap gelmedi. Yavaş sana dedim, Fatime sakin kalma, cevap ver. Dene kabrimin üstüne eğleşen mezlum eliydi. Adamsız eliydi, adamsız eliydi. Yandım, 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 yandım. Kalmasa için denen Ali'di benim imamım, imamım. Göz yaşına kurban olurum. Xudaya, sənə şakirəm ya Rəbbəl aləmi. Sənə şakirəm bu məclisdə, bu göz yaşların qismət elədin. Allah bu göz yaşların bizə qəbrimizin əvvəl gedəsi yetir gidən ya Rəbbəl aləmi.